dilin sərbəst buraxılmasının harda bəyənilən olmasını və harda isə pisləndiyini bilmək çox çətin məsələdir, qardaşlar. Yəni sən dili harda buraxmalısan? Bəyənilən şeydir. Yəni danışa bilərsən. Bu bəyənilən şeydir. Dilimi sərbəst buraxdım burada və harda deməli bunu saxladım. Bu mənim üçün xeyir olmayacaq, zərərdən başqa bir şey olmayacaq. Bu məsələ çox çətin məsələdir, qardaşlar. Bu məsələ çox çətin. İndi görün Şeyx Hafizullah nə deyir? "Vəl-əməlu bi-muqtadahu alə men arafəhu thiqlun asir." Subhanallah. Ola bilsin insan bilir. Dili harda tutmaq lazımdır, harda buraxmaq, harda onun üçün şərdir, harda xeyir. Lakin deyir subhanallah, bunu bilmək kifayət eləmir. Buna əməl etmək, hətta bunu bilənlərə də belə ağır gəlir. Sən bilə bilərsən, burada şərdir, amma dilini tuta bilmirsən. Ağırdır. Və buyurur ki, insan üzvləri içərisində idarə olunması ən çətin olan üzvdür dil. Yəni bunu idarə etmək ən çətin şey. Əlini idarə bilərsən, haramını çəkə bilər, amma dil elə bir şeydir ki, insan bunu saxlaya bilmir. Və sonra buyurur ki, insanlar dilin bəlalarından, hiylələrindən və tələlərindən qorunmaqda çox vaxt səhlənkarlıq edirlər. Hansı ki, dil şeytanın insanı azdırmaq üçün istifadə etdiyi ən böyük alətdir. Ola bilər şeytan səni əldə azdıra bilməz, toxunmaqda, gözdə azdıra bilməz, sahib ola bilərsən. Amma dil elə bir şey, bunu tutmaq çətindir, qardaşlar. Ona görə Allahdan müvəffəqiyyət istəmək lazımdır, sırf bu barədə. Allahım dilimi qoru. Və bu məsələni İhya-i Ulumuddin əsərində İmam Qazali rahimehullah zikr etmişdir. Və sonra bir şeir parçası qeyd ediblər. Buyurur ki, "Yusabul fata min asratin bilisanih və leysa yusabul mer'u min asratir ricli. Fa'asratuhu fil qawli tuzhibu ra'sahu və asratuhu bir ricli tebra ala mehli." Buyurur ki, gəncin bir cavanın dilinin büdrəməsi ilə müsibətə düçar olar. Lakin ayağının büdrəməsi ilə ona ölüm gəlməz. Sözdəki büdrəmə insanın başını aparar, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Fikir verin, burada nə demək istəyir? Baxın. Deyir ki, bir gəncin dilinin büdrəməsi ilə müsibətə düçar. Çünki dil insanı elə eləyə bilər ki, sən müsibətə düçar olarsan. Başına bəlalar gələr. Lakin ayaq büdrəyəndə insana ola bilsin ki, fəlakət gəlməsin, müsibət gəlməsin, ölüm gəlməsin. Və sonra buyurur ki, sözdəki büdrəmə insanın başını aparar. Sözdəki büdrəmə nə deməkdir? Yəni insan başını aparar, yəni ölüm gələ bilər ona. İnsan mücərrəd küfür kəlam işlədib dindən çıxmaqla başını apar. Yəni ölüm gəlir sənə. Yəni səni öldürə bilərlər. Tək bunun dini tərəfini fikirləşmə, dünyavi tərəfləri də belədir. İnsanlar arasında cinayətlərə baxın, subhanallah. O cinayətlər məgər onların əlləri ilə elədikləri şeylərə görə midir? Xeyr. Yəni çox halda, əksəriyyət halda dilləri ilə bir-birlərinə əziyyət verdiklərinə görə başlarına o cür bəlalar gəlir. Və buyurur ki, ayağının büdrəməsi isə zamanla sağalıb keçər. Ola bilsin, ayağın büdrədi bir məsələdə, zamanla sağalıb keçər. Yəni bu tədavi, amma dilin bəlası elədir ki, dil o anda baş verir və müsibət